Bəzi qardaşlar bizim haqqımızda deyir ki, bu sabit deyil. Hər kəsin yanında ona uyğun olduğu şəkildə danışır. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi ve sellem hər bir vəziyyətə uyğun dəvət edirdi. Mən Peyğəmbər sallallahu aleyhi ve sellemin dəvət etdiyi kimi dəvət edirəm. Uşaqla uşaq kimi, böyüklə böyük kimi, firqələrlə o firqələrin özünə uyğun şəkildə. Yox, əgər tohiddən xəbəri var və şirk olduğunu bilmir, elə bilir ki, savab iş görür, o zaman onun hökmü nə olur? Bu üçüncü rəydir. Şeyx Abbad Hafizahullahın rəyi, bu da orta, ən doğru rəydir. Zahirən gördün ki, adam şirk edir və salam, müşrikdir. Zahirən gördün ki, adam şirk edir və salam, müşrikdir. Bu dünyada. Ahirətinə hüküm vermirsən ki, o əbədi cəhənnəmlikdir. Xüsusən də hoca Mustafa İslamoğlu'nun çox gözəl vaazları var. Onu dinləyəndə adam ağlamaya bilmir. Baxır, həqiqətən də insana təsir edir. Qəlblərə yol tapar onun sözləri. Əlbəttə ki, o dəvət etdikdə, vaaz verdikdə Allahın, Peyğəmbərinin, onun sahabələrinin həyatından, onların dediklərindən vaaz verir deyə Allah subhanahu teala o dəvətə, o vaaza bərəkət verir. Allahdan istəyirəm ki, Allah sizin o Hilal TV-nizə bərəkət versin. Bütün dünyaya yayılmasın. Afrikada, Amerikada, Avropada, hər yerdə sizin gözəl-gözəl söhbətlərinizi dinləyənlər olsun. O alim deyil axı. O dəvətçidir və çox gözəl dəvətçidir. O dəvətçidir və çox gözəl dəvətçidir. Xətaları var. Kim xətasız insan olmur ki? Xətaları var, nə olar? Ancaq çox gözəl dəvətçidir. Ancaq çox gözəl dəvətçidir. Kim? Ondan da güclü dəvətçi Timur Paşa. Onu da görsən hərdəndir orada Məhəmməd Akirlə və s. xətaları var. Amma ki, o dövlət üçün o cür dəvət aparmağın o yeridir, özləri bilir. Və tanıdığımız bir müsəlmanı hətta görsək ki, küfür şirk edir, ona kafir, müşrik deyə bilmərik. Mütləq şəkildə gərək onda 6 şərt öz əksini tapsın və 6 maniyə aradan qalxsın. Bunu biz hər zaman demişik.